Hər kəsə salam. İmtahana düşə biləcək suallara baxırıq. 21 nömrəli testə baxaq. Mr. Harris, the result of the experiment. Gördüyünüz kimi aşağıda cümlənin orta hissəsi verilib və biz burada doğru olan ifadələri, cümlə şəkillərini seçməliyik. İlk olaraq birincidə yazıb told that he was satisfied with səhvdir. Niyə görə? Çünki tell ya keçmişi tolddan sonra belə zət gələ bilməz. Diqqətli olacaq buna. Ona görə bir səhvdir. Çünki tell ümumiyyətlə özünəsə obyekt əvəzliyi istəyir və to-suz. Tell me. I tell you. 2. Said he was satisfied with. Bu doğrudur. 2-də gördüyünüz kimi. Orada zət ola da bilər, olmaya da bilər. Bəzən şagirdlər elə bilir ki, zət olmasa səhvdir, amma elə şey yoxdur. Yəni zətin belə deyək, işlənməsi ixtiyarıdır. Asked me if I was satisfied with. Məndən xahiş elədi ki, geri qalanı cümlə şəklidir gördüyünüz kimi. Askdən sonra me heç bir şey işləmir. Ask bildiyiniz kimi fail kimi. Şəxs gələrsə qətiyyən proposition olmaz, sözünü olmaz. Ona görə 3-ü biz doğru olaraq götürəcəyik. Geri qalanı da cümlədir. 4-də told us he would be satisfied with. Gördüyünüz kimi burada told var, bəli. Tolddan sonra as gəlib, to da yoxdur. He would be satisfied with cümlənin geri qalanı da doğrudur. Amma 5. 5 səhvdir, çünki said to me olmalı idi. Zaten say feilinin tel feilindən fərqi, yəni bunlar keçmişlərdir. Budur ki, say'dən sonra to gəlməli idi. Yəni yazmalı idi said to me. Ona görə də 1 və 5 variantları səhvdir. 2, 3, 4 olaraq götürəcəyik A variantı.